Xoş gördük əziz dinləyicilər. Deməli bir neçə vaxtdır Türkiyənin kanallarını izləyirəm və Türkiyənin ən məşhur kanallarından biri deməli İsrail haqqında belə bir şərh verib ki, vay sən demə İsraildə müsəlmanlar varmış, İsrailin ordusunda da müsəlmanlar varmış. Yəni həqiqətən insan nə qədər geri zəkalı olar? Yəni bunlar doğrudanmı bir şey öyrənmirlər? Ya bunlar elə hər kəsə lənət, lənət, qəzza, qəzza deyə o qədər insanların başını xarab ediblər ki, bu başıboş insanların da beynində heç nə yoxdur, heç yeri tanımır. Ha tərəfə o qoyunu ki, ha tərəfə itəlirsən o tərəfə gedir. Onlar da kim nə dedi onu deyirlər. Baxın qardaş, İsraildə 2 milyon müsəlman yaşayır və İsraildə ikinci dövlət dili ərəb dilidir. Mən İsrailin necə deyirlər, hamısı yadı deyiləm, sadəcə nə baş verir onu deyirəm. 2 milyon müsəlman yaşayır və kifayət qədər də namaz qılan var və ikinci bir tərəfdən də bu kanal da bildirir ki, vay sən demə, Yahudilər də namaz qılırmış. Deməli, onların namaz qılan versiyalarını da qoyacağım burada. Qardaşlar, ümumiyyətlə səmavi dinlər qardaşdılar, səmavi dinlər müsəlmandır, Yahudi də müsəlmandır, Xristiyan da müsəlmandır, İslam da müsəlmandır. Bütün bunlar bu dinlərin rəhbəri, bütün bu dinlərin atası İbrahim əleyhissalamdır. Allah da Quranda buyurur ki, İbrahim əleyhissalam nə Xristiyan idi, nə Yahudi idi, o yalnız müsəlmanıdır. Yəni Allahın göndərdiyi səmavi dinlər və səmavi rəsullar yalnız və yalnız müsəlmanlığı təbliğ edirlər. Yəni müsəlman kəlməsinin İslam'a heç bir aidiyyəti yoxdur. Müsəlman kəlməsi tək Allah qəbul edən hər kəsə deyilir. Yəni müsəlman tək Allaha təslim olmaq deməkdir. Bunu Çində də qəbul etsələr o adam müsəlman sayılır. Bunu Yakutiyada da etsələr müsəlman sayılır. İsraildə də etsələr müsəlman sayılır. Qaldı ki, onlar da bizim kimi ibadət edirlər, onlar da bizim kimi namaz qılırlar, oruç tuturlar. Necə ki Allah Taala deyir, sizdən əvvəlki ümmətlərə də biz oruç tutmağa məcbur etdik və yaxud da tövsiyə etdik. Eynən bizim kimi namaz qılırlar və oruç tuturlar. Ey gözəl insanlar, bu lənətlədiyiniz yəhudilər var. Bax onlar da müsəlmandır. Onlar da namaz qılırlar, onlar da səlat edirlər, yeriyəndə də, gedəndə də, divarın dibində də və yaxud da ki, yatanda da səlat edirlər. Hə, indi bunları kontekstdən çıxardıblar bir sıra xristiyan ki, ata oğul müqəddəs ruh naminə deyir, əlbəttə ki o müşrik olur. Və yaxud da ki bugün İsraildə də var bu müşriklərdən ki istər-istəməz sionistlər və yaxud da Üzeyri Allahın oğlu deyirlər, bax onlar da müşrikdilər. Gəlirsən keçirsən İslam'a görürsən Əlinin üzündə Allahı görürlər, Əli Allahlar deyirlər, bax onlar da müşrikdilər. Bax o adamlar ki var gəlir deyirlər Həzrəti Abbas adam Əvvəlfəz ağa Babel Havaicidə hacətlərin qapısıdır. Bax onlar da müşrikdilər. Hacətlərin qapısı yalnız və yalnız Allahdır. Yəni ona görə də kimsəni özünüzdən xristiyanı və yaxud da Yahudini özünüzdən kənara çəkməyin ki, onlar müsəlman deyirlər. And ol Allaha, onlar sizdən daha yaxşı müsəlmandılar, bəlkə də onların müşrikləri o sizinkindən də azdır. Yəni bütün səmavi dinlər qardaşdır, bütün səmavi dinlərin rəhbərləri, rəsulları eynidir və yalnız bütün rəsullar Allahın tək olduğunu tanıtmaq üçün gəliblər. Amma bundan sonra onları kontekstdən çıxardanlarla bizim işimiz yoxdur. Bizim türk qardaşlarımız da bilsinlər, ey gözəl türk qardaşlarımız, bax Xristiyan da müsəlmandır, bax Yahudi də müsəlmandır, qardaşım müsəlmandır, həm müşriklər varmı? And olsun Allah bizim müşriklərimiz onlardan daha çoxdur. Təşəkkür edirəm.